Tam vermədilər ki, qol statusu 1 dəqiqə vaxt alsın. Üstündən 48 saniyədən sonra Bulqaristan hesabatı bərabərləşdirdi. Belə. Qardaş, Azərbaycanla vaxt qələbə qazanacaq, Türkiyə bunları yaxşı oynayacaq heç nə. Belə. Dünən kart açdım, alınmadı. Bu günlərə o kartları açdığımı təkrar göstərəcəm. Məndə heç yəni belə bir kartlar olmamışdı. Tibiti kultu al. Söhbət bax bunların deyil. Söhbət Erkaland, Harkin. Söhbət məsələn bax bu iki komandanın qoyulan bir kenara. Birazdan göstərəcəm sonda. Marcus Thuram, Hein. Elə bu da məndə olmamışdı heç vaxt. Arsenal demirəm ha, bu qapısını deyirəm. Pedri və də bu komandaların futbolçuları Leipzig'dən Muhammed Simakan, Real Sociedad'dan Fernandes. Deməli dostlar, bayaq getdim 40 dənə babələsindən almışam. Hamısı desin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə babələ paket almışam. Düzdür, bunlardan almışam, yenə asılmayacaq. Hətta Türkiyədən də sifariş vermişəm. İnşallah gələcəklər. Bax, belə paketlərdən almışam 10 dənə də. Hansını açaq bax bu videoda özəl bir olsun. Həm də ki, bir keçmişə də qayıtmaq istəyirəm. Hadi elə bunlardan alaq. Bir dənə şunu ikisini açaq bunlardan. Ona vaxt. Görək, şöyle 2 top çəkdim. 40 dənə kartda hədəf bir Messi tutmaq lazım. Amma nə? Hem de Qarabağ var. Romelu Lukaku 200 manat. O belə saxdı. Sadə bir nəsə. Jordi Alba. Hardan? Jordi Alba. Nə deyirəm? Inter Milan forması gələr. Jordi Alba, Barcelona. Çok kötü ya. Hocam çok kötü. Interim şeyler olmaz. Bir tane paket atar. Hadi üçüncünü atar ve sonlandırır. Bundan özür az ki. Hocam. Berbat bir manəli iyi vurdu məni. Bu nə kartadır? Ciddi. Belə. Deməli bu kartdan Trent Alexander-Arnold çıxdı. Bu Liverpool kartıdır. Müdafiəçidir. Amma bu indi burada yoxdur. Liverpoolda yoxdur. Real Madrid keçib ötən həftə Real Madrid Marsilya Çempionlar Liqasının qarşılaşmasında zədələndi və 7 həftə nə az nə çox 2 ay meydanda olmayacaq. Kylian Mbappe PSG-dən, bu da ki Real Madriddədir. Junior Neymar El Hilal. Bu da amma Braziliya kluba keçib. Cristiano Ronaldo El Nassr. 900. Adam bu kart parıltılı mı? 946-cı golunu imza atıb və 54 gol çatmış. Marcus Rashford, Barcelona'nın futbolçusu hal-hazırda icarə əsasında. Yox, icarə deyil, və ehtimal icarədir. Alınmamışdı mən bilən yerdə. Rafael Leao, Milanın. Federico Chelsea və Mbappe. Bax belə. Aslında 2 dənə paket kart açdım. Baxın, bir Bellingham, bir dənəsi də var belə. Aslında videosu çəkmək alınmadı. Ona görə tezə göstərəcəm. Messi, Ronaldo, Bruno Fernandes, Benzema, Bellingham, Van Dijk, Silva, De Bruyne, Marcus Thuram, Fernandes, Simakan, Kim, Haaland, Courtois, Firmino, Guerra. 3 fərqli kart atacağım, amma 4 dənə olacaq. Çünki bir kartdan 2 ədədli qanun mərhələsindən 2 dənə fərqli Çempionlar Liqası. Təklərdən başlayaq. Əvvəla yenə günümüzü, axşamımızı Lukaku'dan açırıq. Çox heyiflər olsun. Bu saqqızın niyə bu yapıyor deyir? Hocam Kodnal bir seçirəm. Hə. Yəni 200 manat. Ya bu paket anti-tip. Lukaku'dan başka bir şey çıkmayacaq. Hadi get mağazaya geri qaytaracaq. Biz keçək buna sağ. Adam. Mən də görməyim. Siz görün. Mikel Olise, Bayern Münih. Scott Carson, goalkeeper. Sən neçə yaşın var? Yəni əvvəlki futbolçulardan. Və Mbappe. Leni Yoro. Yəni ki, bu da əvvəlki futbolçulardan. Yaxşı da yazmıyor desin. Nika Süle. Rafael Guerrero. Ferdinand. Olamir Kazal. Tibiti Courtois. Növbəti bir kart asılım keçək hemen buna. 8 nəyə desin çıxır şampiyonda ən güclü.
Növbəti dəfə bu videonun altında şərh yazın görək. Hansınız bax belə kartları istəyirsiniz? Məzə üçün kartları imzalatın. Qəşəng efsane kartlar var. Trent Alexander-Arnold. Liverpool hazır gəldik bu günləri. Baxın, bunlardan ən fərqli bir kart tutmaq istəyirəm artıq. Həmişə Lukaku. Dakika 1 gol 1. Fərqli bir kart şükür. Lan yine pistol hep paketler. Lewandowski. Yani inşallah da neyse inşallah böyle hamster Lewandowski'nin gel. Lan yine mi Lukaku? Chelsea gördüm. Evet. Lan Lukaku ölkəni işgal elədi. Aa şaka mı lan bu? Yine lan Lukaku. Lan yine bu ne pistol hep paket. Kaç olmuyor bunu hazırlayanlar. Yine Lukaku. Allah kahretsin lan. Dönem bir tane Lukaku'dur. 8'de 9'dur. 10'dur. Daha sonra 10'dur artık. Ve 10 tane kart atacağım. 10 karttan altı 3 tanesi Lukaku'dur. Yine Lukaku. Bakın Lukaku. Ben gidip mağazaya qaçılacağım. Geçen bunda içinden şey çıxsın. Niye? Lukaku ordusu yarandı. Lan şükür. Bir tane daha Lewandowski. Müthişlik Lewandowski ya. Hesaplaşacağım. Onlar liginden bezdik. Bir de Dünya Kupası diyenler ülke oyunlarında müddətlərdə gələn həftə başlayan ölkənlərə onlar olacaq ama yine Çempionlar Liqası deyə Hal Qarabağ pis vurulur. Biz onun şərəfinə də qaçsaq. Qarabağın videoları kanunda olacaq. Mesela Altıram Qarabağın kartı çıxırdı. Sahibi var. Şimdi bayağı qaldım. Görüm nə çıxır. Kimdir? Dovelo Real Madrid. Dani Carvajal. Of, bu Leverkusen formasıyla. Bellingham. Bu ne lan? Klassen. Inter. Ama bunlar ne yaş var? Ölmüyor tabi bu. Tam fresh. Inter. Ya, Stefano. Lautaro Martinez. Thuram. Bir pakette 3 tane Real. 1, 2, 3, 4, 5 tane Inter. Bu adamın salon gelen sefasıda. Hadi bir tane daha şampiyonlar yaratacaq. Buna da Inter'im yoksa Real olsa görelim. Inter 5 Real 3. Mbappe PSG Messi. Sözleşme söz yine hakimi. Frenkie de Jong, Haaland, Guardiola ve Ronaldo ve Grimaldo. Bu böyle. Bitti. Ben attım Şampiyonlar Liqası videosunu beğenmediniz, bakmamışsınız. Bugünüzə bugünkünə baxın. Evet, bugün nəsdir. Şampiyonlar Liqasını başlayaq. Gəlməli bilirsiniz paketindən da Inter Real çıxmışdı. Ya Allah, videonun 20 saniyesi burada değil. Demiştim ki Manchester City'den garson. Mbappe. Bu ne lan? Euro. Borussia Dortmund'dan Süle. Guardiola. Yani bu kartlar altı yeni geldi ki. Bir şey gözlemden fərqlilik. Adam bir kursunuz ya. Mesela kargonun mesajları gelir. Akşama bir kargo atlışı yaratacak birisiz. Courtois, Lewandowski, Kevin, Diaz. Neymar, Dybala, Hernandez, Donnarumma, Mbappe. Süpersonik maçı beni nasıl atasız? Vaktimiz açın. Hadi 2-3 tane bundan atak. Bye, sabahın xeyir. Bye. 10'da 10. Все, bitti video. 2025 alınan bu böyle kart aldım. Oyundan başlayacağım. Bir de 2 tane farklı Dünya Kupası atacağız. Bu ne lan? Arkası böyle kabağı. Ama paketim ben taştır diye. Neyse, Phil Foden, Ronaldo, Messi, Neuer, Mbappe, Cancelo, Modric. Ne de var? Neyse. Seyircinin Dünya Kupası.
Yine ölçek kartları. Olsun da ölçek kartları diyorsun benimle. Rafinha. Betancourt. Lautaro Martinez. Pogueta. Kvaratskhelia. Ama Eder Militao. Kevin De Bruyne. Barella. Bir pakette bir farklı kart ataq daha da. Bu da olsun. 2024-2025 sezonun kartı. Yani arkası Pele mi lan bu? 50 mal saqqız. Ne göstərebilirim? Ay Dembele. Dembele dümbele. Böyle. Kartlarımız YouTube'da olacaq, amma kartlarına görə gəlin belə kartlarını alsaq. Mən elə bildim, mən kutunun önündə albomu da göndərdilər, amma albom göndərmədilər. Normalda bundan sticker da çıxırdı. Olsun. Bu futbolun yıldızlar 2025 seriyasındandır. Görə içindən hansı belə maraqlı bir əfsanə kartlar çıxacaq. Neyse. Açırıq. Diego Dalot. Ali Musrati. Beşiktaş 1-0 qabağa keçir. Daha bir yapacaq atacaq. Haydi Beşiktaş. Beşiktaş'ın iş kartı Ali Musrati. 14 milyon değer, 28 yaş, Libya, Portekiz. Lan böyle ikinci paketine çıxır. 3 tane atacaq. Anthony, Gabriel Jesus, Arsenal, Manchester United. Lan Manchester United'le mi gidiyoruz ya, bu nasıl? 3 tane atacaq. Bölüme özel 5 tane paket. Militao, Trabzonspor'dan Andre, yok Aston Villa. Onana. Bakımını göstereyim. Onana. 55 milyon değer var. Militao. Yani yazın. Lütfen arkadaşlar onu yazsınlar. Onu içim hazırlayıpsa yazsın. Bir de ama Beşiktaş kartısı. Bir tane daha atsak ve videonun sonlandırırıq artık. Atmayaq. Bitti.